Hamza salam dostlar, mən Hüseyin. Bugün 1 saat velosipeddə qalma vlog çəkəcəyim. Siz mənim üzümü heç görməmisiniz, indi isə üzümü görürsünüz. Yəni əski videolar alına bilərlər. Dostlar, telefonu tutalım. Burada 1 saat koşsam. 1, 2, 3. Başladı. Dostlar, 1 saate koştuk. Şimdi 1 saat velosipeddə qalmalıyıq. Təbii ki, dostlar. Ancaq velosipeddə qalmayacağıq. Yəni ancaq velosipeddə qalacağıq. Burası yəni ancaq sürməyəcəyik. Bir yerdə saxlaya bilərik. Yani bayağı zor olacak. Yani 1 saat. Yani dostlar özüme zor bir challenge verdim, diyamadım. Yani diyamayacağım. Ama yani bu işten çıkaracağım. Yavaşlayabilirim. Yani biraz yorulmalıyım. Sonra söylerim. Uydu. Bayağı zordu dostlar. Dostlar, bu arada neçə vaxtdır kanalıma abunə olub like atmışsınız və baxışlarım da azalır. En son attığım videoda bayağı bir az baxış almışdı, onu sildim. Ondan sonra bir 2 videom boş-boşuna getdi. Hətta ondan əvvəlləri bile bayağı bir gedib. 3 video uzaq gedib. Yəni dostlar, anlayacağınız, siz mənim videolarımı çöpə atırsınız. Fakat yəni onlar üçün də uğraşıram mən. Siz bir daha abunə olub like atın. Siz şey yeməyəcəksiniz. Siz sadəcə abunə olub like atacaqsınız. Bu arada dostlar, sıxılmayın deyə sizə şey göstereceğim, kamera ve ama dostlar bayağı yani 3 dakika olur ve 3 dakika oldu. Saate bakın dostlar. 18:55. Bilmem dostlar, saat neçədir? 18:55'ti saat dostlar. Yani anlayacağınız var bir zorlu işte. Ne yazam orada? Ancaq düzə getməli. Burada dostlar, benim bildiğiniz gibi benim YouTube adlı bir hesabım var bu hesapta. Diğer hesabımda ise Hüseyin YouTube içidir. Ama dostlar, o 5000 abone olanınızda yok ha. Abone yok, çok yok. 11.000 yok ya, 11.000 nədir? 1900 neçə abonəli Hüseyin YouTube içi. Yani o şey tərəfinə baxsanız, Doğuçu ad tərəfinə. Orada Hüseyin 119 nə bilim 119 o 1 yazılacaq, səhv deməmsə. Amma yəni Hüseyin 119 nə bilim nə yazılacaq. Yəni ona baxıb abunə ola bilərsiniz. Və onda da o dostlar eyni. Əvvəl kimi abunələr şey olmur, çıxandır. Baxışlar da sonra dostlar. Öyle bir video paylaşırdım. 1 saat 2 saat içerisinde 1000 bakış falan alırdı. Sonra benim emeğime abone olurlar. Yemek hayallarımı çöpe atmayın, olur. Bu arada dostlar, üzümü de sabahları göstermirdim ve sonunda üzümü gösterdim. Üzümü de sabahlayanda yani hiç göstermirdim.
Yəni əski videolardan göstərirdim. Onlarda silmişəm. Burada dostlar bir dənə hekayəmi danışacaq. Onda da vaxt getmiş olacaq. Dostlar, mən əvvəllər bacımla birlikdə videolar çəkirdim. Mal kimi videoları da üzümüzü göstərirdik. Mal kimi danslar edirdik. Amma dostlar bir gün bir dənə video attım. Mal kimi danslar edirdik. 20 abunəmiz vardı. Ən çoxu 2022-dən bəri çəkirdik. 2023-2024'e kadar. Ta ki oraya kadar. Ondan sonra bir daha video paylaştım. 400 like aldı ama etik değildi o. Yani kara videoydu. O kara videolar var ya dostlar. O videolardandı. O videomu paylaştım dostlar. O videolardan paylaştım. Gördüm ki 400 like geldi. Abone de çok. Ya baxışına göre çox idi da. 1000 baxış falan almışdı. 2000 baxışdı, 1000 baxış. Yani bayağı bir like almışdı. Sonra Rəyna dedim ki, daha belə geçək videolar şəklində daha çox like alır. Belə videolar daha çox çəkim, daha çox like alır. Və dostlar, eyni anda çəkməyə başladım. Çektim. Yani 10 like, 20 like, əvvəllər də mənim üçün çox idi də. Yani ən əvvələ 20 abunə olan hesab var idi, sizə dedim. O hesabda çaşdım. O hesabda yani 100 neçə baxışına 20 like almışdı ən çox bir popülyar videomda. O popüler kısmı var ya, en köhnə, en popüler, en son attım, neyse de. Şimdi dostlar, orada mən popüler kısmında 100 baxış falan almıştım da, neyse. 100 baxış falan almıştım. 20 like idi, 100 like, 10 like idi neyse. Ama yani baxışına göre belə də, yəni çox idi. Like, yani 100 baxışla 10 like bayağı bir çoxdur. Dostlar. Deyib 100 bax deyib, yəni ona qədər çox idi da. Məncə çox idi. Yəni kim 100 baxışla 10 like alsın ki, məncə bayağı bir çox idi. Dostlar, şimdi ondan sonra və yəni ən pis videom idi. Çox pis video idi. Şimdi ise ondan sonra dostlar videolarım profesyonellaştı. Yani dediğim gibi de bir tane video paylaştım, çok like aldı zaten. Sonra bir kayaya kadar elədim de. Ama yani etik olmayan videolarda. Sonra birden bibim geldi. Mənə etik eləməyi öyrətdi Kapkutda. Mən də öyrəndim, bir etik elədim, geçək. Ronaldo etikdir. Bilməm silmişəm yoxsa yox. Geçək etikdir. Elədim. Ondan sonra dostlar, indiki kimi videolar çəkdim, nə qədər. O Ronaldo etikdi var ya, onu da çəkmədim. Onu Azərbaycan etikləri elədim. Daha Azərbaycan etikləri eləyirəm. Yani dostlar belə də hikayəm belə oldu. Yani 4 yıl içinde oradan bura gəldim. Yani dostlar, şimdi bir yere sökeceğim. Ve qalqab kim aya bir saat yanmadan sürsün ki bir yerde yanacağım, ama yani ayağımı yere koymayacağım. Ayağımı yere qoya bilərəm dostlar, amma çıxa bilərəm. Velosipeddən çıxa bilərəm.
velosipedin oturacağından çıxanlar. Yəni buradan çıxan biraz da tərpənənlərəm. Tərpənsəm vəsiyo. Challenge bitir. Şimdi dostlar saate baxacağım. Baxacağım görəcəm ki neçə dəqiqə. Yəni videonu 10 dəqiqədə çəkirəm dostlar. Dostlar 50 dəqiqəmiz var. 50 dəqiqəmiz hələ var dostlar. Dostlar belə də yəni belə də zaman yəni hızla keçdi və 4 il içərisində yəni çox şey dəyişdi. Həqiqətən dostlar. Əvvələ 20 abunə idi. İndi 21 min abunə. Yəni gör fərqə baxın. Yəni əvvəlki abunəmdən nə qədər qaldı. İndi isə hər gün 20 abunə qazanıram. 20 abunədən çox. Hələ vaxtlar 2 qazanıram da. Yəni indiki vaxtlar kimi. İndi qazanmıram. Bayaqçı dediyim kimi. Siz yəni əvvəlki kimlə abunə olub like atmışsınız. Yəni bu bir ayda istəyir. Bir həftədə zatdı və azaldı. 21.200 abunə çatanda siz abunə olmamağa başladınız. Videolarımın baxışlar azaldı. Dostlar yəni mən amacım yəni böyük bir YouTuber olmaq. Bloger olmaq dostlar. Mənim amacım bloger olmaq. Mən xəyalım həmişə bloger olmaqdır. Yəni amacım yəni 100 min abunə çatmaq, 100 min. Yəni bilmirəm sizin köməyinizlə 100 mindən çata bilərəm yoxsa yox. Bilmirəm. Bax, ilkin vəziyyəvi tanıyanlar var da, tanımayanlara yəni deyim. 100 min 200 min abunə olan bir uşaqdır və Azərbaycanlıdır. Yəni baxıb videolarını izləyə bilərsiniz. İlkin vəziyyət. Sonra ilkin və ilkanə, ilk iki yəni. Onu yəni tanıyarsınız yəqin ki. Amma yəni də tanımayanlar üçün deyim də ilk iki yazın olacaq, çıxacaq. İlkin ilkanə. Çox maraqlı videolar var. Belə dostlar, siz mənə yəni birdən görsəniz də deyərsəniz tanıyın deyə bu vlog çəkdim. Yəni birdən görərsiniz. Yəni onca o səfərdə bayağı bir yoruldum. Hələ 13-cü dəqiqədəyik, amma hələ də yorulmuşam. Yəni nə qədər fırlandısa şimdi velosipedimi burada saxlayacağım. Dostlar belə şeylər. Şimdi isə dostlar postuma baxsanız görəcəksiniz ki 15 bin abunə olduq. Şimdi isə amaç 20 bin abunə var idi postumda. Amma indi isə amacım dostlar 30 min abunədir, 21 min abunəyəm. Əgər mən bu videonu yayınlasam, yəni böyüyəndə bəlkə də əgər hesabım silinməsə, baxacam, görəcəm, baxacam. Yəni videomda köhnə videolar var, etitlərimə, əgər silməsəm də baxacam. Yəni dostlar, bir saat dözə bilərsiniz, onu bilmirəm. Amma yəni abunə olub like atın. Məncə yəni bir saat dözəmərsiniz. Ona görə ki, yəni biraz saxlayacağımıza deyəcəm. Yaxşı dostlar. Amma yəni söz verirəmsə, mən velosipeddən çıxan deyiləm. Yəni qorxmayın. Sizə söz verirəm. Yəni dost sözü.
Dostlar, deyək, indi 15 dəqiqə olur. Siz sıxılmayın deyə mən hələlik videomu bağlayacağım. Gəldim birazdan. Dostlar, qayıtdım və gördüyünüz kimi 43 dəqiqə qalıb hələ. Hələ çox var. Dostlar, siz sıxılmayın deyə videonu yandırmışam, yoxsa dayandırmazsın. Yəni siz sıxılarsınız birdən, ona görə deyirdim. Yəni hələ 43 dəqiqə var dostlar. Bu 43 dəqiqə içində siz sıxılarsınız. Yəni nə bilməyim, biraz dayandıracağam. Yəni 1 saatın 30 dəqiqəsi yox. 5 dəqiqə, 10 dəqiqəsini zaten dayandıracağım. Ondan sonra siz istəyirsinizsə, nə edirsinizsə eləyin. Dostlar, gəlmişəm. Səhərdən bəri burada oturub gözləyirəm. Yəni dostlar, bağlıca heç yeməyimi velosipeddə yiyəcəm. İnşallah yeməyimi velosipeddə yemiş olaram. Mesela bir də yandırıb gələm. Yaxşı tuvalet ehtiyacım yoxdur. Şöyle bir dənə geyib gəldim. Nasıl gəldim? Dostlar, siz bir dənə şeyi fark etmişsiniz. Heç nə. Siz bir dənə şeyi fark etmişsiniz. Dostlar, yəni telefona baxırsınız, bir də görürsünüz ki, vaxt uçdu. Yəni sizə 1 saat 5 dəqiqə kimi gəlir. Amma belə məsələn samimi ki, bir dənə video çəkəndə sıxılmıyorsun. Yəni dostlar, səhərdən bəri mən yorğunluqdan bayılacam. Ancaq bizə qız açıq onu bilmirəm. 49% dəqiqə və hələ 17-ci dəqiqəsi. Dəqiqə bitəndən sonra dostlar, yəni dəqiqə azandan sonra bəlkə dəqiqə qoyun. Və belə şey videonu yandırırız. Mən yox, yəni birisinə deyəcəm ki, telefonu zədqəyə qoy. Telefonu zədqəyə qoyacaq birisi olsa dostlar, çox sevinərəm. Bilmirəm dostlar, səsimizi bilmirəm dostlar, eşidirsiniz yoxsa yox, bilmirəm. Əgər eşitmişsinizsə bayağı bir zor olacaq. Bir də dostlar, səhərdən bəri təkəlmə sürmə yorulmuşam. Yorğunluqdan bayılıram. Aslında başlayıb biraz diş yiyəcəm. Sizə maraqlı olsun. Aslında bayılır ya. Dışarıdan kameraya nasıl oldu? Asiye'ye olsa az qala dəyəcəkdim. Yine yaxşı Allah üstümə baxıb dostlar. Yoxsa az qala bacımın devrəsi samurasına dəyəcəkdi. Velosiped onda yıxılacaqdı. Olsa yetişməsin gəlmir. Amma vlog üçün sürəcəm dostlar.
Yani videonun sonunda ne cür düştüyüm, yani siz bir hayal edemezsiniz. Yani düz dostlarınızla takılırsınız. Prosta dostlar biraz bu bir velosipeddi, 26'lıqdır. Bayağı bir büyük bir velosipeddi. Yani benim yaşıma göre bayağı bir böyük velosipeddir. Ama ya sürüm. Ağır velosipeddir, prosta biraz ağırdır. Böyle dostlar bizim kapımızda sorunluq oldu. Dostlar bu arada biz rayondayıq. Biz yani öz evimizdə deyilik hələ. Biz hələ rayondayıq. Yani birdən sanarsınız ki, bura rayondur. Yox, rayonda deyil. Evinizdə yəni bura Şamaxıdır, Şamax rayonudur. Ama yani biz burada yaşamırıq. Yani yaşayırıq, prosta yani rayonda da ya sık yaşamırıq. Yayda arada gəlirik. Ciddi. Biz Bakıda yaşayırıq. Yani burada da yaşayırıq. Oy. Dostlar pis getdi ayağım. Dostlar 30 dəqiqə çatanda videonu yayınlayacağım 40 dəqiqə kadar. Ondan sonra dostlar videonu başlayacağım çünkü çok dostlar sıkıla bilərsiniz. Yani ...24 saat... Yani 1 saat velosipeddə qalma bloku bayağı bir zorlu bir blokdur. Miyaqdan uğraşıram və hələ 22-ci dəqiqədəyim. Neyse dostlar. Hələ 23-cü dəqiqədəyim və 8 dəqiqədən sonra dostlar hələlik yandıracağım. 5 dəqiqə, 6 dəqiqə falan keçsin. Videonu başlayacağım. Ama yani sandığınız kimi asan bir şey değil. Yani mesela ben bu video vlog çekmeyip evde telefona bakardım. Mesela şimdi ağlayıram. Yani aslında evde oturmalıyım. Ama yani sıfır. Yani qıraqdan baxanda bayağı bir asfalt kimi gəlir. Burası ama çox zor bir şeydir. Yenə maşında soram. Yani maşında 1 saat keçmək məncə zevkli bir şeydir. Həm özün əyləsən. Yox, hələ mənim atam, əmim hələ heç birisi gəlməyib. Ona görə ki, maşın yoxdur burada. Anam var, nənəm var, özüm var, bir də bacım var. Yəni hələ ki burada atam falan hələ ki yoxdur burada. Yəni dostlar, maşında keçmək zevkli şeydir. Amma bir də getmə. Velosiped, yani ağzında bir dost velosiped deyirsən. Velosipeddə keçirmək bayağı bir hem sıxıcı hem de yorucu bir şeydir. Yani bir de ancaq sürmək. Çünkü dost ancaq durmuram mən. Başım qaşındı, sonra önce qaşıyır. Ay. Yani bayağı bir zorlu bir challenge'dı. Dostlar bu challenge'da yani bilmirəm siz dözə bilərsiniz buna yoxsa yox. Yəni əgər səsim gəlirsə mənim dözə bilərəm, niyə dözməyim?
Yəni böyük ehtimal məncə gəlmir. Məncə. Amma yəni inşallah gələr. Bir saatın boş-boşuna getməz, eməkdir. İnşallah emek kimi. Ay dostlar. Ah. Ah. Dostlar gözüm çok pis şey. Neden çok şey. Dostlar bu ekranda şey görseniz. Ama prosto dostlar. Bu videoda gözümde şimdi göstermir yani size normal olsun. Benim gözüme nəsə deyəsən girdi. Gözüme nəsə girdi bilmədim. Toz girdi, nəsə girdisə gözüm yaşarır. Allah haqqı dostlar gözüm yaşarır. Yaşarır. Madem yok öyle. İnşallah telefon düşmez yoksa yandı. Oy dostlar telefon düştü. Eyb yox. Belə videoda atdaq falan yoxdur. Nasıl yani? Siz böyle bir yerde dostlar. Sen sıkılıp zaten yapmışsan. Ama dostlar. İnanın ki. Dostlar burada sıkıntıdan patlayacağım. Dostum yoktur dostlar. Həqiqətən deyirəm. Burada yani dostum. Bir də qohumlardan burada var. Qohumlarından dədəm girdə. Amma yəni o uşaq arada gəlir də. Yəni o Sumqayıtda yaşayır, mən də Bakıda yaşayıram da. Və o da mənim kimi çox gəlmir. Az gəlir. Hətta onlar bizimkindən deyəsən biraz tez gəlirlər, zad deyirlər. Ama yani dostlar, indi isə gəlməyiblər. Amma sabah gecə gələcəklər. Bildiğiniz kimi birinci gün neydi? Birinci gün məktəbdir. Yəni 4-cü siniflər üçün çox zor bir şey gəlir birinci gündə. Mən 4-cü sinifəm. Və yəni dostlar 4-cü sinif olanlar yorumlara mən yazsın. Onlara kalp atsın. Yani eğer bu video atsamsa. Çünkü dostlar çok emeğim var. İyimse yani bayağı bir vakit geçti. Dostlar böyle gözlerimi çok geziyordur. Ama yani bir şeye başım karşı olanda. Nəsə olanda zaman uçur dostlar. Həqiqətən deyirəm zaman uçur. Mən 29 dəqiqəsini keçirmişəm. Yəni heç bilmirəm. 24 saatı bitirə biləcəm yoxsa yox. Və 19:26 dostlar. 19:26'dır. 19:26'da bu gün nə edə biləcəyik? O bilmirəm. Yani 19:26'dır ve 30 dakika olmak üzeredir. Yoksa 5-6 dakika sonra görüşeceğiz ama hala ya 20 saniye var. 20 saniyede yani ne diyebilirim ki sərdən bəri danışıram. Yenə deyirəm kanalıma abone olup like atın. 29 10 saniye kaldı.
5. Dostlar geldi. Biraz dincəldim, sonra başlayaq. Ama yani dincəldim, yani düşdüm mənasında da yox ha. Yani belə o şey, yani velosiped sürməkdən dincəldim. Sənədə mən velosiped sürürəm, indi isə biraz dincəldim deyib, velosipedimi bir yerə sökədim, oturdum. Velosipedimdə onsuz oturmuşdum da, velosipedin içində dincəldim. Dostlar bilmirəm, havam deyil, bilmirəm, deyil. Şey gəlir yoxsa yox. Yəni inşallah səs gəlir. Çünki dostlar bunun üçün mən bayağı bir emek verdim. Yəni dostlar bayağı bir emekli de videodur. %4 telef. 4% içinde. Ay dostlar bayağı bir zorlu bir challenge'dı bu. 44% telefon. Bu arada dostlar ben velosipetin markasını deyim. Steels. Orijinaldır. Yani belə hava atmış kimi olmasın. Yani orijinaldır. Yani dostlar videodan sanırsınız ki mən sizə hava atıram. Yani hava atma kimi bir məqsədim yoxdur. Heç mən də bilmirdim bu orijinaldır. Orijinaldırmış. Ben çok geçe velosipeddi. Steels. Yani bu velosipedden alabilirsiniz. Gerçek. Hem tulkası var. Tulka yerisi var yani. Yani üstüne de yani ücretsiz, yani üstüne de bir tane tulka verirler. Sonra yani dostlar yani o kadar şey özelliği yoktu. Ama yani orijinal versiyondu. Yani almak isteyen alabilir. Bu arada dostlar PlayStation arayacağım. Yani PlayStation arayayım diyen değil. PlayStation aktarıram ki uygun kıymetli PlayStation varsa alın. Dostlar eğer siz bina PlayStation falan var satmak istəyirsə, yani qiymət mənə deyə bilərsiniz. Yani neçə oyunu var, neçə şey var. Yani 4 Pro istəyirəm mən. Yani 5 istəmirəm. Dostlar yani deyimsə 4 Pro ilə 5'in bir iki oyun fərqi var dostlar. Bir iki oyun fərqi var. Ondan başqa yani eynidir. Yani tutuna eynidir. Bir tane de görsəlləri bir tane dəyişikdir. PC 5 görsəli, bir de PC 4 Pro. Mən 4 Pro işləmişini istəyirəm. Yani sizdə varsa yani deyə bilərsiniz. Deyin mənə al. Dostlar yani bu video eğer bir kabak olsa yani çıldıraram. Ama yani pek düşünmürəm bu bir kabak olsun. Ama yani bir kabak olsa çok sevinirəm. Evet dostlar. Ben bu YouTube yani hələ ki heç pul xərcləməmişəm. Yani 0,0 qəpik. Yani hiç pul xərcləməmişəm. Onun üçün
35-ci dəqiqədəyik dostlar. Və şimdi dostlar yandırıb bir dənə saata baxacağım. Gəlin indi baxın dostlar. 37-dir. 19:37. Şimdi dostlar şeye bakın. Birazdan yakınlaştıralım. 10 dakika yazıda yemeğe pişirelim. Dostlar gördüm ki 13:54 dəqiqə 52 50 belə dəqiqələr gedir. Neyse dostlar. Dostlar. O kadar yorgunum ki yani size anlatamıyorum. Yani bir de demeyi ki dostlar bir de dincini alır sonra deyir ki yorulmuşam. Dostlar yani o dincini aldığım bir 5 dəqiqə falandı. Yani o kadar da dinci almadım. Yani inanmırsınızsa yani ne bileyim inanmıyorum. İnanmırsınızsa inanmayın. Yani sizin için səhərdən bəri velosiped sürüyorum və yani bayağı bir vaxt gedir. 15 dəqiqə falan yapsam süper olar. Oy. Oy. Oh. Evet dostlar. Dostlar. Biraz videonu dayandıra şey yaptım. Çünkü dostlar 15 dakikasında 15 dəqiqədən sonra dostlar yemək yeməliyə və timerda 15 dəqiqə. Ona deyək ki, yəni saatdan sonra sadəcə silmək var məndə. Heç nə yeməyəcəm. Dedim o sizə dayanacam. Yox, videonu dayandıracam. Muhteşem dostlar. Yəni dayandıran deyirəm. Oh! Dostlar. Dostlar bayağı bir zor bir challenge'dı. Yani bu challenge'ı başara bilenlere de aferin deyirəm. Çünkü yani bayağı bir zor challenge'dı. Yani maşında qalmağa ki verəməz ki. Maşında qalmağa hamı eləyə bilər. Dostlar ve dostlar sıkılıram. Ancaq belə su. Nereye kadar? Yani ilk defa bu kadar emek verdim de yani çok emek verdim dostlar. Ne olur dostlar? Yani abone olup like atın. Sizden hiç ne istemem. Bir tane abone olun, like atın. Sizden ne istəyirəm ki? Sadece bir tane abone, like. Sizin eləyəməyəcəyiniz iş deyil ki, ya pul ödəmişsiniz, ya heç nə eləmişsiniz. Bir də like, bax, aşağıdakı butonda. Like, abone. Basın, nə oldu? Heç nə olan deyil. Bir də like atın, bir də abone olun da dostlar. Sizdən heç nə, sizdən sadəcə bir daha bir şey istəyirəm. Abone, like. Bir də yəni,
Ve dostlar, kim 4-cü, bayaq dediyim kimi, kim 4-cü sinifdirsə yorumlara mən yazsın. Yəni o siniflər də yazsın ki, mən bu sinif uşağıyam. Yəni mən bu sinif şagirdiyəm. Yəni onu yazır ki, hava yavaş-yavaş qaralır. Dostlar, yəni ilk videomuza baxan, yəni ilk başlayanda baxanda hava açıq idi. İndi isə bir dəqiqə. Dostlar, orada yoxlar ki, yəni bayılıram. O adamlarım da telefon nereye gitti? Yəni dostlar, bir daha gəlirlər. Amma heç bir yer velosipeddə olacaq. Anam çağırırım da. Yandırım da. Dostlar, telefonum buradaymış, çarpmışam. Neyse. Evet dostlar, şimdi timer'a bakacağım ve dostlar 6 dakika kaldı dostlar, 6 dakika gözləsək bitir işimiz ve 1 saatlik challenge'ımız tamam olur. Yine dostlar göstereceğim. Yani böyle göstereyim. Mesela yeni gösteririm, 19.46'dır, 19.52'də bitəcəkdir. Yəni dostlar, ya bu dəqiqə içində dostlar, mən heç şeydən ayrılmadım. Dostlar, heç mən şeydən ayrılmadım. Heç bilmirəm ki dostlar, bayağı bir zor challenge idi. Və dostlar, 5 dəqiqə qalır, 5 dəqiqə içində bitəcək. Onda da daha neyini varım. Yani 1 saatlik başımız sona çatır dostlar. İnşallah dostlar səsi işləyər. Yoxsa səs əgər gəlməsə, mən səsim əgər gəlməsə bu video çöp halında gəlir. İnşallah gəlir. Yəni dostlar, 41%'dir və az verib bundansa. Yəni gözləmirdim. Və dostlar 4 dəqiqə keçdi. Dostlar, yəni buraya qədərmiş. Yəni səhərdən bəri sizin üçün uğraşıram ki, bu 24 saat şeydə qalır. Yavaş yavaş hazırlık. Yavaş yavaş hazırlıklara başlayacağım. Ama dostlar vaxt biten. Dostlar neyse işte. 4:30 kaldı. Yani 4:30'daydı. Hıy. Buraya gidermiş dostlar. Yani düşünün ki 1 saat içinde ancak şey yapmışsınız yani. Ancak gelmişsiniz. O saat 4 dəqiqəyə ulaşdıq. Ay dostlar. Davamdan sonra da sürən deyiləm. Sürməm dostlar. Sabah da zat da sürəcəm. Çünki dostlar bayağı bir sürdüm dostlar, bayağı bir sürdüm.
Bu gün səhərdən axşama qədər ancaq sürmüşəm demək olar ki. Hadi yəni 4 dəqiqə boş-boşuna keçməsin deyə sizə deyəcəm bir şey. 3 dəqiqə oldu. Dostlar, mən günorta şey çıxmışdım. Yəni görürsünüz. Dostlar, mən bir buradan yuxarı çıxmışdım, aşağı düşmüşdüm də. Mən şey trasdı o tərəf. Trasda sürürdüm də. Anama yalvardım ki, nə olam, amma baxsan sürümdə mən. Anam da baxdı, bacımla bərabər də sürürdük və də bir iki tur falan atdıq dostlar. Sonra gördüm ki, sonra dostlar deyəcək bacımın velosipedimi mənim velosipedim bacımın velosipedinə ilişdi. Mən də orada yıxıldım da. Dostlar, inanın ki, sağ qolum, yəni bu qolumda telefon tutdum. Yəni bu telefonu tutdum qol. İnanın ki dostlar, elə gücsüz qalmışdı ki. Bu arada dostlar, ayağım da əzilmişdi, çox pis əzilmişdi. Əlim də, ayağımı göstərməyəcəm, əlim göstərdim. Yəni böyle yara çıxdı. Yəni o qədər də böyük yara deyildi. Amma yəni ayağımı yəni inanılmaz pis oldu. Yəni təsəvvür edin ki, günorta yox dostlar, dünəni günorta nədir? Dostlar, yəni səhv deməsi dostlar bu gündür. Yəni dostlar pis yıxılmışdım. Çox pis yıxılmışdım dostlar. Dostlar bir dənə canım gedir. Bir dəqiqədə bir şey deyəcəm. Hə dostlar, dünən imiş. Dostlar, bu arada 50 saniye qalıb. 50 saniyədən sonra videomu bitirirəm. Və 45 saniye, 44 saniye, 43 saniye, 42 saniye, 40 saniye dostlar. Hay, səhərdən bəri çalışdım. Emek. Yavaş ayrılacağım. Evet dostlar. Bu cür eğlenceli video oldu. Yayınlasam ki eğlenceli video oldu. Bayağı bir eğlenceli video oldu ve 20 saniye qaldı dostlar. Yəni çox eğlenceli video oldu. Yəni dostlar, yenə deyirəm, abunə olun, like atın dostlar. Hədəfim 100.000 abunə. Dostlar, yaxşı olun, sağ olun. Çıxacağım. 4, 3, 2, 1. Bitti. Dostlar səsi gəlib. Eşitdiniz bilmirəm. Səssizə aldım və dururam biraz besinə. Oy dostlar. Oy mama qət. Dostlar, çıxdım da 2 təkərli velosipeddir dostlar. Haraya şey düşdüm. Yəni yaxşı qutardım. Neyse. Asat düşdü. Yaxşı dostlar, sağ olun. Bay bay.